Değerli izləyicilər, mən MHM Tədris Mərkəzinin Azərbaycan Dili və Ədəbiyyat müəllimi Rövşaynə Ağayeva sizlərə bugün Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş dövlət dili istiqamətində 11-ci siniflərə təqdim olunmuş sualların izahını verəcəm. Ümidvaram ki, izahım sizlər üçün aydın və anlaşılır olacaq. Əvvəla qeyd edim ki, siz də mənim dövlət dili istiqamətində açılmış qruplarımda təhsil almaq istəyirsinizsə, gecikmədən 077 394 14 24 və ya 051 394 14 24 nömrəli telefonla əlaqə saxlayıb qeydiyyatdan keçin. Qeyd edim ki, ilk 4 sual barədə hər hansı bir fikir söyləyə bilməyəcəm. Çünki mən mətni dinləməmişəm. Elə dil qaydalarından başlayacağım. 5-ci sualda deyilirdi ki, hansı variantda yalnız çoxaltma dərəcəsində olan sifətlər verilmişdir. Değerli dostlar, burada doğru cevabımız olacaq B variantı. B2 xırdaca, yumru və yamyaşıl sözləri çoxaltma dərəcəsində olan sifətlərdirlər. 5-ci testimizin doğru cevabı B olacaq. 6. Hansı cümlədə əks mənalı antonim sözlər işlənmişdir? Toxun acdan xəbəri olmaz. Burada tox və ac sözləri bir-birindən antonim yaratmış sözlərdirlər. Deməli, testimizin doğru cevabı olacaq A variantı. Değerli dostlar, mən digər variantlara toxunmuram. Çünki bilirəm ki, bu dəqiqə hər biriniz doğru cavaba baxmaq istəyir. Yəni, şərh bu dəqiqə sizin üçün maraqlı deyil. Şərhi ilə bağlı əlavə bir video çəkərəm. Hər bir sualı aydınlığına sizlərə izah eləyərəm. İndi hələ ki, doğru cavabları söyləyəcəm. 7 deyir, həqiqətən doğru sözü zarafatla deyərlər cümləsində hansı söz suala cavab vermir? Burada həqiqətən sözümüz həqiqətən sözümüz sualı cavab vermir. Niyə? Çünki o bu cümlədə ara sözdür. Modal sözlə ifadə olunmuş ara sözü və biz bilirik ki, ara sözlər cümlədə suala cavab vermirlər. Nə də heç modal sözdə suala cavab vermir. Demək ki, testimizin doğru cavabı olmalıydı A variantı A. 8. Hansı tabesi mürəkkəb cümlədə bir fikir digərindən qarşılaşdırılır? Yəni, qarşılaşdırmaya əlaqəli tabesi mürəkkəb cümləni seçmək lazım idi. Doğru cavabımız D variantı olacaq. Küçədən qarışıq səslər gəldi. Lakin, amma, ancaq, fəqət heç kim əhəmiyyət vermədi. Siz bura bağlayıcı artırmaqla doğru cavabı müəyyənləşdirə bilərdiniz. Doğru cavabımız olacaq D variantı. Baxırıq 9-a deyir, hansı cümlədə frazeoloji birləşmə işlənməyib? Nərmin işi vaxtında bitirəcəyinə söz verdi. Frazeoloji birləşmədir. Anar bu məsələdə dostlarına bel bağlayırdı. Frazeoloji birləşmədir. Düşərgəyə gedən dəstə axşamüstü yola düşdü. Yola düşmək frazeoloji birləşmədir. Kərim gecikdiyi üçün anasının ona acığı tutmuşdu. Acığı tutmaq frazeoloji birləşmədir. Amma Y variantımızda hər hansı bir frazeoloji birləşmə yoxdur. Doğma şəhərimiz gündən günə abadlaşır. Biz burada frazeoloji birləşmə görmürük. Demək ki, testimizin doğru cavabı Y variantı olacaq. Hansı sözün tələffüzün yazışı fərqlənmir deyilir. Doğru cavabımız səyyah sözü olacaq. Necə yazılır? O cürdə tələffüz olunur. Yəni, 10-cu testin doğru cavabı C variantıdır. Vermiş cümlədə hansı sözlər isimdir? Burada stəkandan gümüş və qaşıq sözləri isimdir. Demək ki, doğru cavabımız 3, 4, 5, yəni Y variantıdır. 12. Cümlələrin birində feil əmr şəklindədir. Hazırlanmalısan vacib şəklindədir. Tək həmişə belə yaxşı oxuya arzu şəklindədir. Alınasıdır lazım şəklindədir. Hekayəni bir daha diqqətlə oxuyun. Əmr şəklindədir. Kəsdi isə xəbər şəklindədir. Yəni, testimizin doğru cavabı D variantı olacaq. Feili birləşmələri seçin. Çiçəklər açılanda feili birləşmədir. Kitab oxumaq feili birləşmədir. Yarpaqlar töküldükcə feili birləşmədir. 2, 5, 6. Testimizin doğru cavabı olacaq Y variantı. Qrammatik normaya uyğun cümlə qurun deyir. Yəni, verilmiş sözləri ardıcıqla quraraq cümlə qurmaq lazım idi. Burada belə olacaq. Göydəki çöl quşlarının səsi ətrafa yayılmışdı. Yəni 1, 5, 4, 3, 6, 2. D variantı olacaq testimizin doğru cavabı. Davam eləyək. Baxaq indi növbəti suallara. Artıq ilk mətnimiz gəlir. Bədii mətn. 2 rəssam mətni. Mətn məzmununu oxumayacağım. Hər birinizə bəllidir. Yalnız doğru cavabları izah eləyəcəm. Deyir, mətndə tünd qara hərflərlə verilmiş sözün izahını müəyyən eləyin. Bizim mətndə tünd qara hərflərlə verilmiş sözümüz fidan sözüydü. Fidan. Dostlar, fidan sözünün mənası ağac və kolların kötüyündən göyərən cavan ağac. Yəni, D olacaq testimizin doğru cavabı. Mətndə üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənada işlənmişdir? Şagird doğru seçib, doğru cavabımız A variantı olacaq.
Baxaq birinci və dördüncü sözlərə. Birinci sözümüz təcrübələrini bölüşürdülər. Burada əlbəttə ki, öz həqiqi mənasından uzaqlaşıb məcazi məna daşıyıb. Acı günlərinə acı sözü burada məcazi mənadadır. Günün dadı olmur. Demək ki, 1 və 4 olacaq. Testimizin doğru cavabı A variantı. 17. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Tahir peyzaj janrında rəsmlər çəkirdi. Bəli, doğrudur. Mətnin içində də bu qeyd olmuşdu. Yaratdığı əsərlərdə tünd rənglərdən çox istifadə edirdi. Bu Tahir deyildi. Səlim əsərlərini insanların ağrı-acısını əks etdirirdi. Bəli, doğrudur. Əsərlərinin nikbin fikirlər ifadə olunurdu. Yanlışdır. Və bir də ortaq hər ikisinin əsərində insan obrazı var idi. Bəli, biri ağacı sulayan insan obrazı, biri isə əlləri qabarlı insan obrazı yaratmışdı. 1, 2, 6 Y variantı olacaq testimizin doğru cavabı. 18-dir. Münsiflər Tahiri nə üçün qalib seçdilər? O, əsərində problemlərlə yanaşı gələcəyə inamı da ifadə eləmişdi. Bəli, məhz o gələcəyə inamı ifadə elədiyinə görə testimizin doğru cavabı olacaq B variantı. Mətndə altından xətt çəkilmiş sözün eyni mənada işləndiyi cümləni müəyyən edin. Altından xətt çəkilən söz hər ikisi bir yerdə işləyirdi sözüdür. Doğru cavabımız olacaq B variantı. Atam uzun zamandır zavodda işləyirdi. Hər ikisində işləmək eyni mənanı kəsb edir. Demək ki, testimizin doğru cavabı olacaq B variantı. Mətnin əsas ideyasını müəyyənləşdirin. Sənətkarlar təkcə problemləri göstərməməli, qəlblərindəki ümid də oyatmalıdırlar. Bəli, testimizin doğru cavabı olacaq A variantı. 21. Mətnin nəticə hissəsini hansı cümlə ilə tamamlamaq olar? Nəticəmiz belə bitirdi ki, həqiqətən də əsl sənət yalnız ağrı və əzabları deyil, eyni zamanda insanın mübarizəsinin gələcəyə inamını ifadə etməlidir. Bunu deməli deyəndən sonra biz belə bir cümlə qeyd edə bilərik ki, bu hadisə Səlimin yaradıcılığında yeni yol açdı. Belə ki, Səlim Tahirin tablosuna baxmışdı, ondan özü üçün bir nəticə çıxarmışdı və bu hadisədən sonra Səlim də artıq yaradıcılığında yeni yol seçməyə başlaya bilərdi. O artıq öz əsərlərində ümidi əks elətdirməyə başlaya bilərdi. Yəni testimizin doğru cavabı olacaq D variantı, ən uyğun variantımız D-dir. Və 22-ci tapşırığımız mətnlərin üslubu ilə bağlıdır. Təqdim olunan mətnin üslubu ilə çərçivə daxilindəki mətnin üslubunu müqayisə eləməliydik. Deməli, təqdim olunan mətnimiz bədii üslubdadır. Çərçivə daxilində verilmiş mətnimizdir. Rəssamlıq, simvolik, estetik sistemlərin yaradılması, şərh edilməsi baxımından əhəmiyyətlidir. Hər bir simvol yalnız müəyyən bir fiziki obyektin təmsilçisi deyil, həm də dünyanın və insanın mövqeyini əks etdirən mürəkkəb semantik strukturdur. Deməli, gördüyünüz kimi burada rəssamlığın şərhi verildi və əgər şərh verilirsə, deməli, bu elmi üslubdur. Deməli, biz nə etməliydik? Bədii üslubla elmi üslubu müqayisə eləməliydik. Deməli, əgər bədii üslubdan danışırıqsa, yəni əsas mətnimizdən danışırıqsa, yazmalıyıq ki, sözlərin məcazi mənasından istifadə olunub, deməli, nəql etməyə əsaslanır, təhkiyə ilə çatdırılıb, obrazlıq var. Yox, əgər elmi üslubda danışırıqsa, bu zaman yazmalıydıq ki, sözlərin əksəriyyəti terminoloji funksiya daşıyır, konkretdir, dəqiqdir, məntiqlidir. Bu tipli sözləri yazmaqla, yəni ifadələr yazmaqla siz sizə təqdim olunmuş cədvəli tamamlaya bilərdiniz. Və hətta sizə deyir ki, ən azı bir doğru deyir fikir yaz. Yəni, bədii üslubda bir tək məcazilik, elmi üslubda bir tək dəqiqlik yazmaqla da doğru cavabı qeyd eləmiş ola bilərdiniz. Növbəti mətnimiz Dünya Toxum Ambarı adlanır. Mətni oxumayacağım, çünki artıq mətn barədə hər birinizin məlumatı var. Deyir, mətn yazmaqda müəllifin əsas məqsədi nədir? Bu mətn yazmaqda müəllifin əsas məqsədi insanlara Dünya Toxum Ambarı haqqında məlumat vermək və onun əhəmiyyətini göstərməyidir. Yəni, testimizin doğru cavabı B variantıdır. Şagirdin də qeyd elədiyi kimi. Mətndə altından xətt çəkilmiş söz hansı cümlədə eyni mənada işlənmişdir? Orada yer sözünün altından xətt çəkilib ki, yerdə həyatın davam etməsi üçün müxtəlif tədbirlər görülür. Yəni, yer planetində həyatın davam etməsi üçün. Demək ki, biz yer sözünün planet mənada işləndiyi cümləni seçməliydik. Yer, Günəş sistemində həyat olan yeganə planetdir. Elə testimizin doğru cavabı olacaq A variantı. Şagirdimiz doğru seçib. Biri, Dünya Toxum Ambarının təhlükəsizliyi üçün görülən tədbirlərə aid deyil. Müxtəlif ölkələrin alimləri Dünya Toxum Ambarına elmi tədqiqatlar apardılar. Belə bir qeyd yox idi mətndə. Yerdə qalan bütün qeydlər mətnin daxilində açıq-aşkar şəkildə özünü göstərib. Yəni, B, C, D-yi testimizin doğru cavabı ola bilməz.
26. Mətndə hansı suala cavab yoxdur? Cavab C variantıdır. Dünya toxum anbarı kim tərəfindən yaradılmışdır? Bu sualın cavabı yoxdur. Digər bütün sualların cavabı mətn daxilində verilib. Doğru cavabımız C variantı olacaq. Mətndə tünd qara hərflərlə verilmiş hansı sözün mənası səhv göstərilmişdir? Nadir sözü az tapılan deməkdir, doğrudur. Avadanlıq qurğudur, doğrudur. Mühüm əhəmiyyətlidir, doğrudur. Çürümək, xarab olmaqdır, doğrudur. Amma xeyriyyəçinin qarşılığı kimi biz milyonçunu verə bilmərik. Çünki hər xeyriyyəçi milyonçu deyil, hər milyonçu da xeyriyyəçi deyil. Demək ki, testimizin doğru cavabı C variantı olacaq. Əfsanəyə görə Nuh Peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürür və bəşəriyyəti xilas edir fikrini mətnin nömrələnmiş hansı hissəsinə artırmaq olar? Doğru cavabımız elə C variantı olacaq, yəni 2. Belə ki, burada baxın, deyir ki, düşünülür ki, əgər bir gün dünyanın sonu olarsa, anbar Nuhun gəmisi rolunu oynaya bilər. Daha sonra Nuh Peyğəmbərin gəmisi nəyə qadir idi? Orada nələr var idi? Bu barədə məlumat verilir. Deməli, əgər Nuh Peyğəmbərdən danışılırsa, burada da biz Nuh Peyğəmbərin adı çəkilən hissəyə əlavə eləməli idik. Doğru cavabımız olacaq C variantı. C. Daha sonra davam edirik. Deyir ki, mətn tərkib hissələrinə uyğunluğu tərkib hissələri əsasında uyğunluğu müəyyən eləyin. Bilir ki, bir mətnin 3 tərkib hissəsi olur. Giriş, əsas və nəticə hissələr. Deməli, biz doğru cavab olaraq D-ni götürəcəyik. Çünki, baxın, təbii fəlakətlərin ağır nəticələrinin qarşısını almaq üçün hər zaman yollar var. Bu, mətnin giriş hissəsinə aid fikirdir. Elə burada da təbii fəlakətlərin gətirdiyi, deməli, ağır nəticələrin qarşısını necə almaq olar? Məhz o barədə məlumat verilmişdi. Deməli, biz yeni rahatlıqla girişə uyğunlaşdıra bilərik. Daha sonra biz baxmalıydıq nəticəyə. Baxın, deyir bir sözlə, ümumiyyətlə dostlar, əgər bir sözlə beləliklə yekunlaşdırsaq, ümumiləşdirsək, qısası tipli ifadələr görsək, bilir ki, bu nəticə hissəyə aid fikirdir. Belki fikirlər ümumiləşdirilir. Demək ki, 3-ə A yazırıq. Yerdə qalan B, C və D hissəsinin hər biri mətnin əsas hissəsinə aid olan fikirlər idi. Demək ki, testimizin doğru cavabı olacaq D variantı. Deməli, 30 saylı tapşırığımızda isə tələb olunub ki, mətnə əsasən dünya toxum anbarının yaradılmasının əhəmiyyəti göstərən 2 fikir yazın. Elə sonuncu abzasda bu qeyd olunub açıq-aşkar şəkildə ki, dünya toxum anbarı gələcək nəsillərin ərzaq təhlükəsizliyini təmin edəcək. Eyni zamanda əkin üçün yararlı və nadir toxumların qorunub saxlanmasında mühüm rol oynayır. Yəni elə sonuncu cümlədəki fikirləri yazmaqla siz tam cavab ala bilərdiniz. Beləcə, dəyərli dostlar, ümidvaram ki, izahım sizlər üçün aydın və anlaşılıqlı oldu. Diqqətiniz üçün təşəkkürlər.